Bəndə kim ki kəndisine çocuk verən metresini ya da karısını, arvadını boşamaq istəyirsə, kim ki özünə uşaq verən, uşaq doğan metresini və ya da arvadını boşamaq istəyirsə, boşadığı qadına cehizini geri verəcək. Tarladan, bağçadan, mallardan sahib olduğu intifa haqqında təslim edəcək və qadın da çocuğu, uşağı böyütəcəkdir. Uşaq da qadında qalıqdır. Çocuklar böyüdündə isə çocuklarına verilən paydan bir pay qadına veriləcək və qadın da istədiyi ərlə evlənəcəkdir. Ayrıca evləndikdən sonra da bir qadın xəstəliyi tutulub baxıma möhtac gəldiyi halda da ərinin onu boşamaq haqqı yoxdur. Onu da biz sizin üçün oxuyum. 148. Hammurapi qanunları 148-də deyir ki, adam evlənmiş ancaq eşi bir xəstəliyə yakalanmış, tutulmuş və bu səbəblərdən dolayı da özünə ikinci bir eş almağı planlayırsa bunu edə bilər. Xəstə olan eşini dəf edəməz, xəstə olan eşini, yoldaşını göndərəməz, başına eləyəməz. Onlarla birlikdə eyni evdə yaşayacaqdır və xəstə eş yaşadığı müddətcə əri ona baxacaqdır. Uşağı olmayan qadının əri tərəfindən boşanması bir problem deyildir. Ancaq bu vəziyyətdə erkək qadına təzminat ödəməkdə və cehizini geri verməkdədir gördüyüm kimi. Əgər bir adam arvadını və evini tərk etdikdən sonra yenidən arvadına dönmək istərsə, o qadın ərinə getməyəcəkdir deyə də bir qanun vardır. Burada da deyil 136. Koca şehirdən qaçmış, şəhərdən qaçmışsa və akabində də karısı da başqa birində, yəni bunun arxasıca da arvad başqa birinin evinə getmişsə, ancaq koca qərarından, yəni ər qərarından vazgeçib peşman olub şəhərə və eşinə geri dönərsə, şəhərdən qaçmağa çalışmasından ötəri qaçağın karısı kocasına dönməyəcəkdir. Yəni sonraki peşmançılıq gecikdirir kimi də oxuya bilərik. Bu hökmün qadınların qorunmasına net nümunələrdir görürük və qadınların bütünlüklə erkəyin inisiatifinə buraxılmadığını da göstərir bir yandan.